Bismillahirrahmanirrahim. Bütün dünyanın Siyonist İsrail rejiminə qarşı nifrətinin artdığı bir zamanda Azərbaycan kimi müsəlman bir ölkənin Xarici İşlər Nazirliyi Siyonist İsrail rejiminə təbrik göndərib. Təbrik də ondan ibarətdir ki, güya Siyonist İsrail rejimi müstəqillik qazanır. Əslində müstəqillik yox, Siyonist İsrail rejimi yaranması Fələstin torpaqlarının işğalının günüdür. İngiltərə ilə, Amerika ilə, keçmiş SSR ilə birlikdə Fələstin torpaqlarını işğal edərək Yahudilərə verildi, Siyonist Yahudilərinə və orada İsrail adında bir rejim yarandı. Və o gün Siyonist İsrail rejiminin müstəqillik günü adlanır. Amma əslində isə müstəqillik yox, işğal gününün başlanğıcıdır. Və bu işğal bugünə qədər davam edir. Belə bir rejimi təbrik etmək həqiqətən də müsəlmanlıq adına bir xəcalət verici, utanc verici bir məqamdır. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.